Bir nəfər yazıb ki, dizlərimdə ikinci dərəcəli artroz var. Həkimə getdim, dedi müalicəsi yoxdur. Yaxşı, onda mən sizə bir də inşallah bir şey deyim, inşallah başlayın eləyin. İlk öncə başlayırsınız turba idmanına. Girin səhifədə baxın neçə insanlar oynaqlarına dizlərinə əziyyət çəkirdi. Turba idmanını elədilər, sağaldılar. Bu bir. İkincisi, alırsınız 1 kiloqram çilədağı, 2 kiloqram qoyun quyruğu. Bundan elə bil hər axşam 100 qram qoyun quyruğu, 50 qram çilədağı götürürsünüz, ət maşından keçirirsiniz, bir-birinə qarışdırırsınız. Xəmir kimi yoğurursunuz, düz o diz oynaqların üstünə belə böyük də belə yayırsınız, bax belə böyük qoyursunuz onun üstünə, bağlayırsınız onu yaxşı. Qalsın bir gün, 2 gün qalsın. Gördünüz ki, çox haçansa qaşınır, çoxlu qaşınır. Onda elə bil çıxadın atın. İnşallah bu çilədağı və qoyun quyruğu qutarana qədər elə bil məsələn üçün bu gün qoymusunuz, 1-2 gün keçdi, çıxadın atın, necə qaşınanda 1-2 gün saxlayın. Sonra bir gün, 2 gün də qoymayın, sonra yenə də davam edin. Yəni bu qarışım qutarana qədər inşallah eləyirsiniz. İndi göstərim necə qoyacaqsınız. Bax ayağımı da göstərirəm sizə, baxın. Bax belə. Bax bu dizdir də. Dizin üzərinə belə qoyacaqsınız, bütöv bağlayacaqsınız. İnşallah. Bunları eləyin, turba idmanı və bunu eləyin. Bir də ki, idə unundan istifadə eləyin, kalsiumdan istifadə eləyin, yumurta qabığından kalsium düzəldini istifadə eləyin. Sonra D vitamini azsa onu da qaldırıb yerinə qoyun. İnşallah düzələcək. Narahat olmayın. Bismillah.